Hər kim ölsə, Həzrəti Əli əleyhissalamı görəcək. Təsəvvür elə, son nəfəsini verirsən, gözlərini yumursan və bir anda qarşında bir sima peyda olunur. Bu kimdir? Həzrəti Əli əleyhissalam buyurur: "Fəmən yəmut yərəni." Kim ölsə məni görəcək. Mömin bir şəxs üçün ölüm sevinc və azadlıq olacaq. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur: Ey Əli, kim səni sevə-sevə ölsə, ölüm mələyi onu behişt ilə müjdələyəcək. Nəkir və münkir onu qorxutmayacaq. Mömin ölüm anında mələklərin ona salam verdiyini və Həzrəti Əli əleyhissalamın ona təbəssümlə baxdığını müşahidə edəcək. O gün möminlər Həzrəti Əli əleyhissalama sevinc və ümid ilə baxacaq. Çünki Əmir-əl-Möminin Əli əleyhissalam onları cənnətə aparacaq. İmam Sadiq əleyhissalam buyurur: Bərzəx ya behiş bağlarından bir bağdır, ya cəhənnəm çuxurlarından bir çuxurdur. Əgər bir nəfər Həzrəti Əli əleyhissalamın vilayətində olubsa, ona bərzəx aləmi də rahat olacaq və Həzrəti Əli əleyhissalamı nurlu bir simada görəcək. Hətta Həzrəti Əli əleyhissalam qiyamət günündə də ona həm şəfaətçi, həm də dost olacaq. Kafirlərə gəldikdə isə Həzrəti Əli əleyhissalamı görmək onlar üçün qorxu və əzabın başlanğıcı olacaq. Allaha and verirəm Muhammed və ali Muhammedə, Həzrəti Əli əleyhissalamın vilayəti cənnətin özüdür. Bizləri və bizdən sonra dünyaya gələnləri Əli əleyhissalamın vilayətində qərar versin.